Hə dostlar, bir daha hər vaxtınız xeyir olsun. Bu da bizim növbəti uğurumuz, növbəti tələbəmiz Kənan. Deməli dostlar, bir neçə ay olar ki, bir 6 ay olar ki, bu mənim yanımda tələbədir. Bu 6 ay müddətində həqiqətən mənə bəzi insanlar ki, həqiqətən bu Kənan öyrənə biləcəkmi, öyrənə bilməyəcəkmi? Və buradan səslənmək istəyirəm ki, o insanlara, hansı ki, ürəyində bir şübhə olan, buna qarşı hansısa bir düşüncələri fərqli olan insanlara demək istəyirəm ki, mən indiyənə kimi 85 dənə tələbə öyrətmişəm. Bunların içində kolay olmayıb. Bunların içində eşitmə əngəllisi də olub, hətta öyrənmək istəməyən də olub, ipə sapa yatmayan da olub. Onlardan da biri bu Kənan idi ki, həqiqətən mənə də çox çətin gəlirdi. Amma şükür olsun Allaha ki, həqiqətən mən bunu bir neçə dəfə sınaqdan keçirtdim və uğurlu keçdi. Saç kəsmək üzrə, saçının saqqal düzəltmək üzrə həqiqətən bu peşəni sahibləndi. Və bugün özümü həqiqətən təbrik edirəm ki, mən Kənanı bugün öyrədə bildim. Amma bundan sonraki həyatımda isə Kənanın özündən çox şey asılıdır. Necə ki, bütün tələbələrimə dediyim kimi, eynicə də Kənana da deyirəm ki, mən bugün həqiqətən bir usta olaraq sənə bu peşəni mənimsədə bildimsə, nə xoş mənim halıma, pis başa düşməyir. Sadəcə olaraq çox təmiz oğlandır, çox belə mərfətli qaqaşdır, nadincdir, çox nadincdir. O da ki, yəqin ki, gənclikdə hər birimizdə olduğu kimi bunda da olur. İnşallah ki, növbəti həyatında, bu qabaqda olan ömründə inşallah ki, bunlar hamısı keçər. Yəni, demək istədiyim odur ki, Kənan bugün mənim yanımda durduğu 6 ay müddətindən sonra həqiqətən bu peşəni sahibləndi. Mən bir ustası olaraq həqiqətən Kənana inşallah ki, gələcək yolunda uğurlar arzu edirəm. Allah rızqını bol eləsin, Allah təala yolunu açıq eləsin və bir usta kimi ona məsləhətim budur ki, Kənan, sən çalış ki, həqiqətən bu peşənin qədrini bil. Çünki bu peşə elə bir gözəl peşədir ki, bu peşə həm sənin ətrafında çox gözəl insanlar toplaşdırır, dostlar olur, müştərilərin olur, hansı ki, sənə həqiqətən, belə deyim da, yəni, hər bir cəhətdən dəstək olacaq dostlar yığa bilirsən və sənin heç vaxtı bir işsiz, pulsuz qalmağa heç vaxtı səbəb olmur. Çünki o dədələrdən bir məsəl var, deyir ki, sənətkar gün ortaya qədər ac qalar, o da yatıb qalsa gün ortaya qədər ac qalar. Səhər gəlsə, normalda çörəyini qazanar. Allah sənin yolunu açıq eləsin, Allah sənin uğurlu, gözəl eləsin. Allah sənin valideynlərinə də can sağlığı versin ki, həqiqətən mənimlə bərabər sənin arxanda durdular. Səni həqiqətən dəstəklədilər, səni həqiqətən indi hamı bilir, maddi baxımdan. Nə istədin, heç bir şeyə yox demədilər. Onlar da bugün həqiqətən çox xoş ola bilərlər ki, həqiqətən sən bu sənəti mənimsəmirsən. Bundan sonra isə gedib bu sənəti işləməyin özündən asılıdır. Mən bu sənəti, bu sertifikatı sənə təqdim edirəm. Bir usta olaraq səndən razıyam və sənə də haqqımı halal edirəm. İnşallah ki da mənim üzümü ağ eləyərsən, hansı ki o mənim 85 dənə tələbəmdən, hansı ki onun 40-50-si işləyir, onlardan da biri sən olarsan. Allah yolunu açıq eləsin, ruzun bol olsun, canın da sağlam olsun. Öpürəm səni, sağ salamat inşallah. Gözəl günlər işlədəsən, xeyirli olsun.